Sona kimi videonu izləsəz, görəcəksiniz ki, bu qoşmanı nə zaman istifadə etmək lazımdır. Əlbəttə ki, nümunələr gətirərək. Do qoşması çox istifadə olunur. Nümunədən də görəcəksiniz. Azərbaycan dilinə kimi qədər tərcümə olunur. İlk öncə saatlarda do çasu saat 1-ə kimi, do 3 çasov saat 3-ə kimi, do 5 çasov saat 5-ə kimi və s. və ilaxır. Zamanda do utra səhərə kimi, do obeda günortaya kimi, do вечера axşama kimi, do ночи gecəyə kimi. Həftələrdə do понедельника birinci günə kimi, do вторника ikinci günə kimi, do среды üçüncü, do четверга dördüncü günə kimi, do пятницы beşinci günə kimi, do субботы altıncı günə kimi, do воскресенья bazar gününə kimi. İndi gəlin ekranda tapşırıq görürsünüz. Mütləq o tapşırığı edin. Şərh bölməsində də yazın. Görün nə dərəcədə başa düşdünüz. Tətbiq edin. Bundan əlavə, əzizlərim, əgər sərbəst özün məşğul olaraq rus dilində B2 səviyyəsində danışmaq istəyirsənsə, o ki deyirsən, mənə rus dili çox dərin lazım deyil, əsas odur ki, vəziyyətdən özümü çıxarda bilim, rahat qarşımdakı insanla diyaloq qura bilim. Kakraz bu kitab sənin üçündür. Ekranda görürsünüz, kitabın içərisində nələr var. Hətta hər rus hərflərini bilməsən də, istədiyin səhifəni aç, hər bir cümlənin sözün qarşısında transkripsiya var. Transkripsiyada olan hərflər də Azərbaycan dilindədir. Ona görə qeyd olunan nömrəyə mütləq şəkildə yaz, istər çap, istər PDF halında. Hansı halda sənə rahatdır, o formada da mütləq şəkildə əldə et.